Sağ ol. Ben seni yukarı kaptan gözleyirdim. Əş, nə tapotu, yuxarıya aşağı. Gedək. Partiya bir gəncə qoşuldu. Sizi bu partiyaya çağırır. Keç. Qazaq, Şəki, Naxçıvan kəndliləri sizə qoşulmağa hazırdılar. Məmməd? Yoldaşlar, adını eşitdiyimiz Məmməd budur. Tanış olun. Salam. Əyləş. Sizi inandırıram. Əgər 51 olsaq, nə Musavat, nə Daşnaq, nə də Menşevik bizimlə bacara bilməyəcək. Bunu da sizə bildirməliyəm ki, Lenin yoldaşın əmri ilə 11-ci ordu Azərbaycan inqilabının köməyinə gəlir. Qələbi yaz qalıb. Ancaq düşmən hələ güclüdür. Çox güclü. Yaxşı, Səməd. Bəs silah məsələsini neyniyək? Atriadda 2 adama bir tüfək düşür. Hələ gülləni barıtı demirəm. Silah var. Bakıdan yoldaşlar göndərirlər. Borsunundadır. Ancaq onu oradan götürmək lazımdır. İndi hər tərəfləri tüfəngli adam qoyublar. Bir arabanı da ələk belə eləməmiş bıraxdırlar. Tək silah olsun, Səməd. Borsunlu da yox, istəyir lap kəpəzin kəlləsində olsun. Onu oradan gətirmək mənim boynuma. O nədir belə kişi? Nə aparırsan? Heç soruşmasan yaxşıdır. Allah xatirinə geri. Yatalaqdır, başına dönüm, geri. Hara aparırsan? Doktordan kağızı var. Heç bilmirəm qazağa çatdıra biləcəm ya yox. Bu arabanı bırak. Ha. Ha.